şəhərin səs-küyündən uzaqda, zamanın daha azda, daha mənalı axdığı bir yer var. Bura kənddir. Səhərin erkən saatlarında torpağın qoxusu və ruhu dincəldən o sonsuz sakitlik. Amma kənddə həyat həm də gözəl bir əməkdir. Baxın, bugün arılarımız pöhrə verib. Yeni bir ailənin, yeni bir bərəkətin başlanğıcıdır bu. İndi isə bu oğlu ehtiyatla incitmədən yeni yeşiyinə yığırıq. Onlara rahat bir yuva qurmaq üçün vaşinaları pətəklərə tək-tək sevgi ilə yapışdırırıq. Hər bir toxunuşda gələcək balın şirinliyi, təbiətin möcüzəsi var. Həyatın ən gözəl rəngləri bəlkə də elə bu sadəlikdə və bu zəhmətdə gizlənib. Gəlin bugün təbiətin səsinə qulaq asaq və kəndin o doğma, bərəkətli ruhunu birlikdə hiss edək.